Bu gecəni kiçik saymayın. Bu gecə bütün imkanlar bizim üzümüzə açılıb. Bütün fürsətlər bizim üzümüzə açılıb. Bu gecə fövqəladə böyük fürsətlərin gecəsidir. Mən sizə bir söz deyim. 20 neçə gündə oruç tuturuq. 3-cü əhyə gecəsi bitir. Sabah çıxsaq küçəyə, bir adam orucunu yiyən yerdə görsək, özümüzü ondan üstün hesab eləsək, ibadətlərimiz heç oldu. Baxarsan, deyirsən ki, mən beləyəm, bu belə. Deməyə haqqın yox. Bilmirsən, onun axırı nə olacaq? Bəlkə başa düşməyib, bəlkə bilməyib. Bir nəfərə aşağı baxsan ki, mən gecə əhyə keçirtmişəm, buna bax, küçənin ortasında su içir. Bəli, pis iş görür, oruç tutmur, demirəm, deyirəm, yaxşı iş görür. Amma səbəbini bil ki, bəlkə də inşallah bilmir, hər halda məndən üstündür. Bir alim deyirdi ki, onun eybi ki, üzdədir. Eybi görsən, xoş alına ki, eybi üzdədir. Sənin bəlkə eybin nəfsün gizlindədir. Bəlkə sən namaz, oruc arxasında gizlətmirsən eybivi. Bəlkə sən daha təhlükəlidir sənin vəziyyətin. İnsanlara bu şəkildə yanaşın, bu şəkildə baxın. Ay da bitir. Qədir gecəsindən sonra oruç tutanlar bilir, ay bitir demək olar. Bir həftə elə keçir ki, gözü açıb yumursan, ay bitir. 22 gündür biz sənin ziyafət süfrənin kənarındayıq. 22 gündür. 22 gündür biz cənnətdəyik, həqiqətən də. İnsan kimi yaşamaq nədir, onu hiss edirik, ləzzət içində yaşayırıq. Səndən bir xahişimiz var, elə ki, həmişə davam eləsin bu halımız, həmişə. Çıxmayaq cənnətindən. Sizi bilmirəm, mən özümü belə hiss edirəm indi. Mən özümü bu halda hiss edirəm ki, cəhənnəmin içindəyəm bu Qədir gecəsində və fəryad eləyirəm. Eynə kuntə ya vəliyyəl müminin, hardasan ay möminlərin dostu. Hardasan, söz vermişdin axı əl üzdən tutacam. Cəhənnəmə də deyir getsəm, sənə ümidimi itirməyəcəm. Ondan sonra deyir, yox, sənə səcdə eləyən üzləri yandırmazsan. Bu sənin şənindən uzaqdır. Sən sənə ibadət eləyənləri odda yandırmazsan. Sənin tohidü dilinə gətirib la ilahe illallah deyənləri yandırmaq sənə yaraşmaz. Əli əleyhissalam dedi ki, vəsiyyətində mənə bir zərbə vurublar, ona bir zərbə vurarsınız, əgər mən dünyamı dəyişsəm. Qisas almaq istəsəz, bir zərbə vurun. Amma deyir, əgər sağalsam, özüm biləcəm ondan neynəyəcəm. Yəni, sağalsa bilin ki, əli onu bağışlayacaqdı. Öz qatilini bağışlayacaqdı. Dedi, bir zərbə vurun. Mən Əli əleyhissalama deyirəm ki, ya əmir əl-müminin, dedim, qatilimə bir zərbə vurun. Amma sənin Hüseynivə hər kimin əlindən nə keçdi, ona zərbə vurdular. Biri daş atdı, biri ox atdı, biri nizə atdı.